Dostlar, içəri şəhərdən Targoviya düşürük və acından ölürük. Gedək görək özümüzə nə tapırıq yeməyə. Sizi bilmirəm, mən ac qarnına gəzə bilmirəm. Düzdür, Leyla ilə gəzinti əyləncəli olur, amma yeməksiz alınmır. Gəzə-gəzə gəlib Sabir bağı ilə paralel yerləşən binanın altında bir məkan tapdıq. Mən də bundan artıq gedə bilmirəm, acından ölürəm. Nə olar girirəm görək nətər yerdir. Buranın adı Cool Food'dur. Cool Food. Məkanın balaca, amma xoş auralı bir salonu var. Fast food məhsulları ilə tanınırmış. Ürəyimizə burger düşdü. Ofisiant da təriflədi ki, bizim burgerlərdən yoxdur. Dedim, indi baxarıq. İçəridəki detallara baxdıqca görürsən ki, buranı həqiqətən kreativ insanlar işlədir. Divarlardakı təsvirlərdən tutmuş, menyuda yeməklərin adlarına qədər. Yemək demişkən, dvaynoy udar, yəni 2 qat ətli və amerikano burger götürdük. Pendir çubuqları dedik. Aynur özünə məkana özəl bir salat dedi. İçi avokadolu, apelsinli, kahlı, qozlu. Amma mən çox da bəyənmədim. Pendir çubuqları əla idi. Ən çox da Leylanın xoşuna gəldi. Burgerlərə gəldikdə dadına söz yox. Yalandan pisləyə bilmərəm. İnsafən, vicdanən keyfiyyətli və doyumlu hazırlamışdılar. Çörəyin yumşaqlığı, ətin təzəliyi hamısı yerində. Necə deyərlər, igidi öldür, haqqını yemə. İçməyə də özlərinin hazırladıkları marakuya limonadı götürdüm. Düzdür, çox soyuq idi, amma ləzzət elədi. Əsl yay içkisidir. Ümumi qiymətləndirməmiz 10 üzərindən 9. Bəlkə də bunun qabağından milyon dəfə keçmişəm, amma heç vaxt ağlıma gəlməyib də, bəs yoxlayım necə yerdi. Həqiqətən, insafən yeməkləri əla idi. Şəhər tərəfdə ac olsaz, bir dəfə buranı yoxlayın. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.